Elnur Xıdırzadədir. Xoş gördük Nərmin xanım sizi. Təşəkkür edirəm dəvətiniz üçün. Ümidvaram ki, bugün bizim bəhs elədiyimiz mövzu izləyicilər üçün faydalı və verimli olacaq. Doktor Gün xəstəliyi nədir və niyə yaranır? Hansı səbəbləri var? Onurğa xəstəlikləri dedikdə bu biraz ümumiləşdirilmiş bir deyimdir. Yəni onurğa xəstəliklərinə həm mexaniki bel ağrılarında biz rast gəlirik, həm onurğanın elementlərinin iltihabi problemlərində rast gəlirik. Həmçinin posturə bağlı, yəni şəxsin özünün anatomik quruluşuna bağlı, ətraflarda olan deformasiyalara bağlı onurğada ağrılar biz müşahidə eləyirik. Yaranma səbəbləri dediyim kimi müxtəlifdir. Bunların içində yaş faktoru özünü göstərir, yaşlı insanlarda daha çox görürük. Həmçinin uşaqlarda bir ayaqlarda olan, ətraflarda bir deformasiyalar, beldə olan ağrılara səbəb ola bilir. Həmçinin orta yaşlı şəxslərdə, uzun müddətli masa başı işləyən insanlarda, fiziki aktivliyi az olan insanlarda biz bel ağrıları müşahidə edə bilirik. Və dediyim kimi, yəni bunlara yanaşma fərqlidir və şikayətlər də fərqlidir. Ondan dolayı, yəni ümumi olaraq onurğa xəstəlikləri deyirik buna, amma səbəblər müxtəlifdir.